Endoskopiya və kolonoskopiya bir çox insanın çəkindiyi, hətta qorxduğu üçün təxirə saldığı müayinələrdir. Lakin sual olunur, bu qədər narahat olmağa həqiqətən əsas varmı? Keçmiş illərdə bu prosedurlar bəzən anesteziyasız icra olunurdu. Bu da xəstələrdə müəyyən qədər bir qorxu yaratmışdı. Amma o dövrlər artıq geridə qaldı. Müasir təbabətdə bu müayinələr xüsusi yuxu gətirici dərmanlar və ya qısa müddətli anesteziya ilə xəstə tam yatmış vəziyyətdə ağrısız həyata keçirilir. Bu səbəbdən qorxmağınıza heç bir lüzum yoxdur. İstifadə olunan müasir anestezik vasitələr sayəsində siz dərin və rahat bir yuxuda olarkən biz həm endoskopik, həm də kolonoskopik müayinəni tam ağrısız şəkildə həyata keçiririk. Xəstənin bu cür rahat yatırılması biz həkimlər üçün də böyük bir üstünlükdür. Çünki xəstə nə qədər sakit və gərginlikdən uzaq olarsa, biz həkimlər də daxili orqanları bir o qədər detallı və dəqiqliklə incələyə bilirik. Unutmayın ki, endoskopiya və kolonoskopiya həyat qurtaran prosedurlardır. Yersiz qorxulara görə sağlamlığınızı riskə atmayın. Vaxtında müayən olunmaq həyatınızı sığortalamaqdır.